Baxaq bura. 3 eyni ölçülü şəffaf şüşə lövhə. 1, 2, 3. Üzərinə boya ilə fərqli naxışlar vurulub. Sonra bu lövhələri aşağıdakı kimi üst-üstə qoymaqla yeni naxışlar əldə edilib. Birinci lövhənin üzərindəki naxışı müəyyən edin. Deməli, bizdə lövhələrdə bir ağ, boz, bir də qara naxışlar var. İndi baxırıq. Birinci və ikinci lövhə üst-üstə düşəndə yuxarı hissədə boz alınır. Birinci ilə ikinci. 1 ilə 3 üst-üstə düşəndə ağ alınır. Deməli, 1-in də, 3-ün də yuxarı hissəsi ağdır. 2 ilə 3 üst-üstə düşəndə boz alınıbdır. Deməli, bu birinci şəkildə də, ikinci şəkildə də mənə yuxarı hissəyə boz rəngi verən ikinci lövhədir. Baxın, 1 ilə 2-də boz, 2 ilə 3-də də boz. Amma 1 ilə 3 təklikdə, ikisi bir yerdə olanda ağ olubdur ora. Deməli, 1-in yuxarı hissəsi ağdır. A variantını çıxdım, qalanlarda ağdır. Sonra baxaq sağ hissəyə. 1 ilə 2 üst-üstə düşəndə ağ olub. Deməli, məlum məsələ ki, 1-in sağ tərəfi ağdır da. 1 ilə 3 üst-üstə düşəndə boz. Bura deməli, boz hissəni verən 3-cü fiqurdur. 2 ilə 3 üstə düşəndə boz. Deməli, burada boz hissəni verən 3-cü hissədir. 3-cü fiqurdur. Nə oldu? Sağ tərəfi də ağ olmalıdır. B-ni də buradan çıxdıq. Gələk indi aşağı sağ tərəfə. 1 ilə 2 üst-üstə düşəndə ağ olur. Deməli, bura ağ olmalıdır. Baxın, 1 ilə 3 də üst-üstə düşəndə ağdır. 2 ilə 3 də üst-üstə düşəndə ağdır. 3-ünün də həmin hissəsi ağdır. C-ni buradan çıxacam, D-ni çıxacam. Qaldı Y variantı. Baxaq indi sağ tərəfə, sol hissəyə. 1 ilə 2 üst-üstə düşəndə bozdur. Ya 1, ya 2. Burada boz olmalıdır. 1 ilə 3 də üst-üstə düşəndə bozdur. Amma 2, 3 üst-üstə düşəndə ağdır. 2-nin də, 3-ün də. Bu sol tərəfi ağdır. Deməli, bu şəkillərdə bura boz hissəni verən birinci şəkildir. Birinci fiqurdur. Baxın, hər ikisində 1 var. Boz görsənir ora. Deməli, sol tərəfi boz olmalı. Baxın, biz də boz tapmışıq. İndi baxaq sol tərəfə. Yuxarı sola. Bura. 1 ilə 2-də qaradır. 1 ilə 3-də də qaradır. 2, 3-dən bu ağdır. Deməli, 2-nin də 3-ün də bu hissəsi ağdır. Bu şəkillərə o qaranı verən nədir? Birinci lövhədir. Çünki 1 ilə 2-də də qara görsənir. 1 ilə 3-də də qara görsənir. Baxın, buranı da qara tapmışıq. Y variantı düzdür. Yəni, bu qara tapmaya ehtiyac var ki, hamısında qara. Qaranı yox. Yəni, sizə göstərdim ki, baxın, bu qaydada həll olunur. Aydın oldu. Siz sağ olun.